Toyuq filesindən çox ləzzətli soba piraşkisi hazırladım. Xəmiri yumşaq, içərisi isə çox ləzzətli olan bu piraşkiləri siz də mütləq hazırlamalısınız. Əminliklə deyə bilərəm ki, yediyiniz ən ləzzətli soba piraşkisi olacaq. Qaba 2 stəkan iluq su, 1 xörək qaşığı şəkər tozu, 1 xörək qaşığı quru maya, 1 xörək qaşığı duz və yarım stəkan duru yağı əlavə edib qarışdırırıq. Üzərinə 6 stəkan unu da əlavə edib ələ yapışmayan yumşaq bir xəmir yoğururuq. Xəmir mayalanana qədər isə içliyimizi hazırlayırıq. 1 ədəd iri soğanı doğrayıb tavaya əlavə edirik. Qovrulan soğanların üzərinə 1 ədəd toyuq filesini əlavə edib qovururuq. Sonda isə 1 ədəd rəndədən keçirdiyimiz kökü, duz, istiot, pul bibərini əlavə edirik. Biraz qovurduqdan sonra isə içliyimiz artıq hazırdır. Mayalanan xəmiri 2 hissəyə ayırırıq və hər hissəni də 10 kündəyə bölürük. Daha sonra isə hər kündənin içinə hazırladığımız içlikdən yerləşdirərək forma veririk. Xəmirin kənarlarını yaxşıca bükmək lazımdır ki, içlik çölə çıxmasın. Üzərlərinə yumurta sarısı və duru yağ qarışımını əlavə edirəm. İstəyə görə üzərinə küncüt və ya çörək otu səpə bilərsiniz. Həmçinin sadə şəkildə də bişirə bilərsiniz. Əvvəlcədən isidilmiş 180 dərəcəli sobada üzərləri qızarana kimi bişiririk. Çox ləzzətli, çox dadlı alınır. İndidən hazırlayacaq olan hər kəsə nuş olsun. Hələlik!